Salam, hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. U8 Respublika çempionatındayıq. Modern və Diniyev futbol klubunun mübarizələrini izləyəcəyik. Artıq oyuncular bir-birlərlə görüşərkən hakim onlara son tapşırıqlarını verir. Biz də heyətləri sizlərə təqdim edək. Modern komandasının heyətləri belədir. 10 Murad Rızazadə, 9 Polad Usubov, 8 Mehdi Xuciyev, 11 Ziya Xuciyev, 6 Altar Hüseynov, 17 Tamirdən Ağa Zamanov, 16 Əbəlfəz Babayev, 19 Raul Məmmədli, 7 Ömər Möhbəliyev. Bax, maç başlayan kimi qolla gəldi. Diniyev komandası hesabı açdı. Hələ bir saniyə olmadı, 5 saniyə tamam olmadı, hesab açıldı. 19 Raul Məmmədli, 7 Ömər Möhbəliyev, 20 Ömər Xəlizadə, 21 Cavidən Xəlizadə. Komandanın baş məşqçi postunda isə Sabit Əliyevdir. Ənəvvə olaraq ağlı qırmızılı formada Modern komandası, qaralı sarılı formada isə Diniyev komandasıdır. Biz də təbii ki Modern komandası tərəfdən əməkdaşlıqla qatılmışıq bu oyuna. Amma artıq hesabı açan tərəf isə Diniyev komandasıdır. Yəni DFM qısa adını desək bu şəkildə gedir. Cimbala bugün bizim başımıza oynatacaq. Cimbala bunlar. Modern qələbə deyir, yenə gözəl, əla. Amma heç yaxşı başlamadıq. Yoldaşlar. Heç yaxşı başlamadıq. Bura Olimpiya stadionu yanında. Yan xəttən Diniyev komandası top oyuna daxil edir. Ömər Möhbəliyevdən pressing var rəqibinə qarşı. Polad Usubov geriyə çəkildi bir qədər. Yeniden Usubov girir topu. Üçüncüdən zərbə. Haradasa tanıyıram, səhv eləməmişəm. Rofum komandası hocalarını tanıyıram, məşqçilərini. Qarama qarşılıqlı yaranlar bir qədər. Qayda pozuntusu qeydə alındı. Ola bilər, ola bilər. Hər biriniz xoş gəlmişsiniz. Sabahınız xeyir olsun dəyərli izləyicilər. İzləyicirsiniz. Qaydan topu da zərbə və 3-0 olur hesab. Vay aman, ay aman. Ramiz Eybaz, bəli, bəli. Aha. Dirəklərə tuş gəlir zərbələri. Hər iki cəhdində Diniyev komandasının oyuncusu. Bir də izləyicilər sizin nəzərinizə çatdırım. 8 yaşlarda bu mövsüm bu şəkildədir. 4 qapıdan ibarət olur oyunlar. Və meydan bir qədər də balaca olur. Kiçildirlər. 8 yaşlılar, 9 yaşlılar misal üçün gördünüz ki, o böyük qapılarda oynayırlar. Oxşu meydan. Bu dəfə isə cərimə meydançasına gələrdi qapılar. Yox, yox, Namiq mənim salam, xoş gəldiniz. Yox, təəssüf, uzun oyunda köməkçi çəkişdə olacaq, başqa yerdə olacaq. Qarşıdakı həftələrdə inşallah eləyəcək. Amma sizin o 9 yaşların oldu canlı dünə. Möhbəliyev Diniyev komandasından daha bir hücum əmləsi izlədik. Əksuma çıxmağa çalışırlar. Raul Məmmədli.
8 yaşlarda goalkeeper olmuyor yoldaşlar. Qapıçı olmuyor yani. Kafa, ortaya tut. 13 qismini dedilər hələ ki. Bir de başla lan bu Resul. 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 İmkan vermədilər müdafiəçilər. Möhbəliyev də bu dəfə blok qoyur zərbəyə. Resul. Oyna, oyna. Zərbə endirildi müdafiəçilərdən də toxunuş var yoldaşlar. Max bəyəni ilə paylaşımla canlını paylaşaq, dəstək olacaq olmasa. Simbalatçı. Səhər-səhər bir enerjimizi qaldıraq bu çuqulların oyununa baxa-baxa. Materim komandasına hücum həmləsi kapitan toplaydı. Out da qazandırır komandasına Polad Usubov. Davir ötürməsi Möhbəliyev və top qapı dirəyinə qayıtdı. İki cəhdin ikisi də uğursuz alınır. Kafağa başla, kafağa başla. Kafağa başla. Resul. Əgər səhifəni izləməyənlər varsa yoldaşlar Heydər adının yanında takip edib butonu var. Oradan hər kəs izləsin, canlı yayımlarda olsun. Yenə də davam edəcək. Daha bir təhlükəli hücum həmləsi. Bu dəfə kapitanın zərbəsi tor yanması ilkələyir. Polad Usubov. Hücum həmləsi Materim komandasından. Yavaş-yavaş Materim özünə gəlməyə başlayır fikir verirsə. Təzik. Usubov ve gol! Polad Usubov. Hesab fərqini bir qədər azalır. Deyəsən avtogol. Avtogol, növbəti gol gəlir. Materimdən. Bu ilki mövzuda Affanın qərarı belədir. Bu şəkildə keçirilir oyunlar. Tam belə Usubov. Usubov. İmkan vermədi kapitan. Demişdim Materim yavaş-yavaş özünə gəlməyə başlayır. Hop 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 hop. Təzyiq var. Müdafiədən çıxmağa çalışır bu dəqiqələrdə dəfəyim. Mehdi Xuciyev. Möhbəliyevlə oynadı yerində Mehdi Xuciyev. Keçmir ötürməsi. Zərbəyə blok gəldi. Ömər Möhbəliyevdən. Bəli, Ömər buradadır, 7 nömrə. Ömər Möhbəliyev. Oyna, oyna. Resul arkadan tut. Resul arkandadır. Resul. Resul. Ay Resul. Bir də sanki sərt ötürməkdir Ömər Möhbəliyevə. Elə çalışsa da istədiyi kimi ram edə bilmədi. Və daha bir gol gəlir Materimdən.
Bax, özlərinə gəldilər əməlli başlı. Dirəkdən qayıdır top. Müdafiədən çıxmağa çalışırlar. Tarazlıq bərpa olundu maçda. 3-3'lük bərabərliyi var, amma indi isə 4-3 olur. Yox, xeyr. İndi Defayın 4-3-ünə çıxır. Defayın komandasına daha bir hücum əmrəsi və son toxunuş Defayın özündən olmalıdır. Kim ara göstərir axı. Timaliye var Rafa. Timaliye var. Yasu. Bir də Materim komandası topu qazanır. Murad Rızazadə out qazandırdı. Ara ötürməsi rəqib tərəfindən qarşılanır. Zor məsafədən zərbə dəqiq idi arası, amma yerə toxunan top bir qədər havaya yüksəlir, qapının üzərindən keçir. İndi isə qapıdan yenidən başlayacaqlar. Usubov. Usubov qarşıladı. Daha bir al. Təhlükəli gəliblər, amma kapitan imkan vermir. Aman vermir rəqiblərinə. Polad Usubov 2 nəfərlə tək başına mübarizə apardı. Nəyi gözlədilər axı? Nəyi gözlədi Murad Rızazadə ilə Altay Hüseynov hərəkətsiz qalmışdılar. Təzyiq lazımdır Murad Rızazadə. Topu qazandıq. Çəkili yeriyə Polad Usubov. Yaxşı alınır idi. Usubov. Top qapıya daxil olmur. Haydi uşaqlar, zərbə endirməyə lazımdır. Yox, alınmır. Heç cür alınmır. Həftə sonu bax, mənim yorğunçuluğum bu balacalarla çıxır. Tez başla. Murad Rızazadə. Yaxşı reydə alındı Muraddan. Ara ötürməsi fikir yaxşı idi ardası, amma bir qədər Ziya Xuciyevin sürətini hesablamamış ötürməkdi. Hüseynov. Son toxunuş elə Altay Hüseynovun özündəndir. Bu ilki qərarı əsasən, Affan qərarına əsasən 8 yaşlılar 4 qapıdan ibarət meydançada oynayırlar. Qapıların sayı 4 olur. Kiçik qapılar olur. 2 dənə burada. 2 dənə də burada. Qapısı olmuş 8 yaşlarda. Hüseyin Usubov. Haydi uşaqlar. Təzyiq göstərsələr. Əslində əks hücumda yaxalamaq olar. Yox. 5 olur hesab.
Uzaq məsafədən zərbə. Qapıdan yan keçir. DFM və Madirim komandalarının mübarizəsi düşüb. Davi Reyl gəldi. Uzaq məsafədən zərbə qola çevrilir. Və Madirimdən qol gəlir. Bu dəfə də kapitan Polad Usubov hesab fərqini 2 topa indirir yenidən. Nə suallarınız varsa, biografidə nömrə var, qeyd olunub. Oraya yazsaz daha yaxşı olar. Allah kes versin seni. Polad Usubov sağ sınaq oynadı. Neden Usubov blok gəlir zərbəyə. Raul Məmmədli. Sağ sınaqdan sürətlənir Raul Məmmədli və zərbə qapıdan yan keçdi. DFM-dən hücum əməsi. Ya, 6-5'e çox yaxın idi. Yeniden təzyiq davam edir. Serkan ötürmə keçmədi. Usubov uzaqlaşdırır. Elçin Məmmədlini bilmirəm, amma başqa bir Məmmədli var. Raul Məmmədli var. Əvərfəz Babayev out qazandırdı komandasına. Türmə gəldi, yox, çata bilmədi Raul Məmmədli. Amansız təzyiq var Polad Usubovdan. Həqiqətən də keçən turda da çox yaxşı oyun nümayiş etdirirdi. Bu turda da ilk sənə yekunlaşmasına təxmini 2 dəqiqə qalıb. 6-4 üstünlüyü var və indi isə 7-4 olur DFM komandası tərəfindən. Sağ sınaqdan hücum əmrəsi gələcək. Yaxın müdafiəçilər düşmə fənini yerinə yetirdi. Və gəldi, qol gəldi, imkan vermədilər canlı yayımdaşlar. Və beləliklə ilk sənədə son qolu Ömər Möhbəliyevdən gəlir 7 nömrədən. Biz isə ilk sənə sonuna yollanırıq. Növbəti hissədə görüşmək ümidi ilə hələlik deyirəm. Yeniden vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maraqlı bir ilk səni gerdə qoyduq. DFM Madirim komandalarının mübarizəsində 7-5 hesabı üstünlüyü var DFM komandasının. Son hazırlıq işləri gördür. Artıq ikinci hissəndə start stil səsləndirilir. Bir daha uğurlar arzuluyor hər iki komandalara növbəti hissədə. Bəli, DFM-udur. 7-5 və Murad Rızazadə 7-6 eləyir hesabı. 7-6. 10 nömrədən qol gəlir, minimal fərq yenir.
Murad Rızazadə ötürmə yaxşı alında. Mehdi Xuciyev, yox. Çata bilmədi, çox təəssüf. Ana kimi tutursan ana. Simba kimi, Raul kimi tuturun. Başlar Daha bir blok gəldi. Simba cebe xəttəsin. Simba niyə var? Subov çıxa bilmədi 3 nəfərin arxasından. Murad Rızazadə. Haydi, amansız təzyiq lazımdır yenə də. Deyəsən avtoqol. Polad imkan vermə. Ay Polad. Bu dəfə çatdıra bilmədi. Yenidən 8-6 olur hesab. Fərq 2 topa qalxır. Və indi isə bir top enir yenidən fərq. Mehdi Xuciyev 8-7 eləyir hesabı. Qəfətdən Maderim komandası altı yerinə yetirir. Kapitan Polad Usubov. Sürməziyə kanal şəkildə Mehdi Xuciyev axıra qədər mübarizə aparırlar. 2-8 nömrənin amansız mübarizəsini izlədik. Top qapının yana keçdi, yaxşı ki. Möhbəliyev. Ömer Möhbəliyev. Belə bir şey yoxdur. Polad Usubov. Top meydanda qalır. Keçmədi diagonal ötürmə. Və uzun məsafədən gözəl qola imzatırlar. 9-7 oldu hesab. Ona görə saxlamadı. Və avtoqol 9-8. Avtoqol. Amma burada təbii ki, kapitan Polad Usubovun da əməyi var. Bəli, bu il afan qərarına əsasən 8 yaşlılar 4 qapıdan ibarət kiçik qapılarda meydana mübarizə aparır. Goalkeeper olmur 8 yaşlarda təbii ki, yəni qapısız olurlar. Haydi Mehdi. Sözlər topu 8-10 oldu hesab. Canlı yayımı izləməyən dəyərli izləyicilərimiz, Heydər adının yanında takip et butonu var. Hamı bir dənə ora tıklasa, heç əziyyət deyil, inanın ki. Vallahi. Ora tıklayırsınız, oyunları izləməyə davam edirsiniz. Bu maçdan sonra Nesli komandası 8 yaşların oyununu izləyəcək. Allah, nə 1 jeton istəyirəm, nə 10 jeton istəyirəm, nə 100 jeton, şirmil istəyirəm. Bəyənmə, paylaşın, bir də ki, izləmək. Səhifənə vəssalam. Uşaqları, gələcəyimizin ulduzları canlı yayımlarda müşahidə edək. Bir neçə proyektlərimiz, fikirlərimiz var. Məsələ balacalarla birlikdə onları tanıtmaq üçün. Hesab 18 DFM komandası öndədir.
Qarışdı. Bunlar 8 yaşlılardır. Subov. Alta yollandı top. Yaxın küncə zərbə dirəkdən top meydanı tərk edir. Çet. Qalmaqallı epizod yarandı İranlıq. Kapitan Polad Usubov qəzəblənir. Qapı boşdur, qapı boşdur. Ay millət, ay uşaqlar. Qapı boşdur. Qüvvətli zərbələ malikdən və DFM komandasının oyunculara bax necə səris zərbə endirirlər. Və növbəti qol 11-8 oldu hesab. 12-8 hesab fərqi 4 dova qalxır. Sağ olsun. Bakıyorlar zərbə dirəkdən qayıdır. Qayıdan topa da zərbə gəldi. 13-8. DFM aniden sürətləndi. Oldu Subov. Yetmişətdə mənə adı cimbala qoyublar. Maşallah olsun, uşaq əməli başlı. Oynamağı şəhətdir. 14-8. Düzdürmü? Tulu 8 liqasında yollaşdı. 14-8 oldu hesab. Cimbala olsan cimbala. Üçümüz de oradayız. Cimbala canına. Buramanda. Buramanda. Maladesi. Maladesi. Sen gitsin. Ben cimbala olsun. Rafa. Bəli, Neftçi. Saat 2-də. Və qol gəldi. Babayevdən gəlir. Daha doğrusu Altay Hüseynovdur bu. 9-cu qol Materim komandasından. Və növbəti qol DFM 15-9 oldu səhv etmirəmsə hesab. Yoxsa yox, bitirdiniz izləyicilər sizdə. Aleyküm salam sahibi. Aleyküm salam etsin, sağ olsanız için. Daha bir qarşı var zərbə. Ayaqla yan keçir. DFM komandası 15-9 hesabı ilə öndədir. Materim komandası ilə mübarizədə. Sağ ol, sağ ol. Oyna. Sana var sana. Materim komandası müdafiədən çıxmağa çalışır bu dəqiqələrdə. Qalan sağ ağzına ötürmə. Ötürməsi gəldi irəliyə doğru, amma qəbul edə bilmədi Ziya Xuciyev ötürməni. Xeyr, Olimpiya stadionu yanında. Allah.
Az qalsın 16-9 olurdu. İləkdən qayıtdı top, amma indi oldu. 16-9. DFM komandası bir qədər də hesabı artırır. Maderim komandası ilə mübarizədə. Bəli, dedim axı. Mən səsim hesabı da indi dedim, komandalarda dedim. Maderim və DFM meydanda mübarizə aparır. Başlar. Hazırda 16-9 hesabı ilə DFM komandası öndədir. Qarılı, sarılı formada. Aleyküm salam Məhəmməd. Deməli, Allah canlı yayımız bəyənənlər, əliniz qolunuz var olsun. Səhifəni izləməyələr. Heydər adının yanında takip et butonu var. Hamı zəhmət olmasa bir takip et butonuna tıklayaraq səhifəni izləsinlər. Bizim gələcəyin ulduzlarına dəstək, onları tanıtmaq üçün, ortaya çıxartmaq üçün, həmçində sizin üçün də maraqlı, xoş izləmələr. Bəli, Aydın müəllim buradadır. Cavab və xoş gəlmişsiniz, təşəkkürlər. ...2019, 2018, 2020, 8 yaşlılardır yəni. Bu 8 liqası. DFM komandasına out. Kimə qarşılandı? Çıxa bilmədi Raul Məhəmmədli müdafiədən. Bu dəfə zərbə qeyri dəqiq alınır. Dostlar, haydi maksimum bəyəni, maksimum paylaşaq canlı yayıma. Biraz sonra Nefsin oyunu start götürəcək, birlikdə izləyək. Murad Rızazadə. Aha, deyəsən çərmə zərbəsi təyin olunur. Murad Rızazadə isə topu götürüb yerə qatıyor. Buna keçməyək. Hələ Məhbəliyev zərbəsi qapıdan yana keçir. Bu 8 liqasıdır. DFM komandası topladı. Out. Növbəti yol gəlir DFM-dən. Bu dəfə qeyri olur. Zərbə. DFM-də 2018-2019'dur. Öpəliyev. Ömər Öpəliyev sıyrıldı bir rəqibindən. Ayağının çölüyünə ötürmə ünvanına çatmır. Komandası da Maderim. Subov. İki rəqibindən çox yaxşı sıyrıldı, ötürməsi ünvanına çatmır. Ömər Öpəliyev. Öpəliyevin ötürməsi və 10-cu qol gəlir. Maraqlı şəkildə də Ziya Xudiyevin qol sevinci var. Bir də Ronaldo sayağı. Ronaldo Xudiyev sayağı deyək. Tam bir Ronaldo sayağı olmadı qol.
Maçın bitməsinə təxminən son 4-5 dəqiqə. Ziya top meydanını saxlaya bilmədi. Başla kızım başla. Başla da başla. Ha Allah korkma Allah. Bana bir sağ. Gol Usubov. Usubov kapitan. 11-ci qola imza atır. Gel sen yerine bak gel. Yox, 8 yaşların Respublika çempionu. Son tuttu. Ben sonra gelsin doktor. O da gelsin dinle. Affanın bu işi yararına əsasən 8 yaşlar 4 qapıdan ibarət meydanda mübarizə aparacaqlar. Oyna. Sakın oynasın. Yəqin bir bildikləri var bizim bilmədiyimiz. Ömer Möhbəliyev yaxalamadı. Simbala. Mənə də günahım deyilən keçmir. Vətən Başkanov nə vaxt oynayacaq? Valla bilmirəm. Mən nə Vətənlə, nə Başkanov komandası ilə əməkdaşlığım yoxdur. Məlumat verəmərəm. Növbəti qol gəlir DFM-dən. Və belə ilə final fikirlər səsləndirilir. DFM komandası maçda qalib gəlir, 3 xal aktivlərini yazdırır və biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizinlə mən edəm şəxsinə Zeydər Hüseynli. Növbəti oyunlarda görüşmək ümidilə, hələlik deyiləm. Hükümdür.